Salam aleykum dəyərli izləyicilər. 28 may metrosunun yaxınlığında möhtəşəm təmirli, qanuni 3 otaq, 170 kvadrat, kupçalı, əşyalı ipotekaya yararlı və tam eksklüziv bir mənzil təqdim edəcəm. Gördüyünüz bu mənzil 16 mərtəbəli yeni tikili binanın 12-ci mərtəbəsində yerləşir. Bina yeni binadır, Mirəli Qaşqay küçəsində yerləşir, Nəsim polisinin arxasında və 28 may metrosuna da yaxın. Bura koridor hissəsidir. Mənzildə ümumilikdə 2 hamam otağı var, qardirob otağı var və eyvanına çıxışı var. Bütün mebellər hamısı yeni yığılıb, təmirdən sonra da yaşayış olmayıb. Gördüyünüz koridor hissəsidir. Burada gördüyünüz əşyalar hamısı qalacaq. Buradakı suvenirlər, 4 qapılı bu hissədə şkaflar var. Hamısının içərisi dərindir. 2 qapılı da bu hissədə. Əlavə olaraq gizli bir qardirob hissəsi. Gəlin içərini göstərək. Çox işıqlı, geniş bir qardirob hissəsidir. Daha sonra keçirik mətbəxə. Stil sistemi kombidir, sənət kupçadır, ipotekaya tam yararlıdır. Koridordur, mətbəxdir, balkonları və hamam otaqları istipoldur. Bütün otaqlarda kondisioner xətləri çəkilib. Gördüyünüz kimi mətbəx mebeli yığılıb, lazımi elektronikalar quraşdırılıb, onlar hamısı qiymətə daxildir. Və bu hissədən də keçə bilərik qonaq otağına. Gəlin mən sizə gedək qonaq otağını bu tərəfdən göstərim ki, yəni fikrinizdə yayınıqlıq olmasın ki, qonaq otağının özünün radnoy qapısı var. Mən onu oradan göstərsəm, siz elə bilərdiniz ki, Kuxuna studiya gedir. Burada qonaq otağının girişi. 2 qapılı qapısı var qonaq otağının, pol parketdir, kvadrat formasında və təxminən 38-40 kvadrata yaxın sahəsi var. Tavan hündürdür, əşyalar hamısı yenidir, möhtəşəm TV stand yeri, altında kamini və balkona da çıxışı var. Balkon da bu hissədəndir. Gördüyünüz kimi bu hissədən də balkona çıxışı var və digər yataq otağından da eyni balkona çıxa bilərsiniz. Balkonlar da cam balkonla bağlanıb. Bu mənzil təcil olaraq dəyərindən aşağı qiymətə satılır. Bura qoyulan pul və padmayı qiymətini hesablayanda təxminən gəlir 600 min manata çıxır. Ancaq sahibi buranı 535 min manata təklif eləyir. Tam əşyalı. Bura birinci yataq otağıdır. Bura kiçik yataq otağıdır. Digər yataq otağı bundan böyükdür. Burada 2 çarpayı daxilində şkafları. Bunlar hamısı qalacaq. Yığılma şkaflardır. Gəlin bu hissədə sizə ümumi hamam otağını göstərdim. Bir dənə hamam otağının böyüklüyünə baxın. Burada paltar yuan içində yer nəzərdə tutulub, tuş kabin yığılıb və elə təxminən buranın bir 20 kvadrat sahəsi olar. Keçək sizə əsas yataq otağını göstərdim. Bura ən böyük yataq otağıdır. Daxilində qardirobu var, hamam otağı var və eyvana çıxışı var. Yataq dəsti də ki, çox möhtəşəm, keyfiyyətli bir materialdan yığılma mebellərdir. Buradan isə əlavə burada da 3 qapılı şkaf var. Və buradan da daxil oluruq. Bu hissəni sizə göstərim. Həm sağda, həm solda qardirob hissəsidir. Burada saat qızıl qoymaq üçün yerlər və buradan da hamam otağına keçək. Hamam otağı da istipol. Dəyərli izləyicilər, bu mənzil 170 kvadrat, 3 otaq və kupçalı. Qiymət 535 min manat deyilir. İnşallah Allah kimə qismət eləsə xeyirliklə yaşasın. Sağ olun, var olun.